Yadıma gəlir bir dəfə bir dərs göndərmişdilər. Kiçik bir video çarx göndərmişdilər. Orada bir kör uşaq danışırdı. O kör uşaq, həmin uşaq Quran hafızı idi. 6 dənə kitabı Kutub-u Sittəni əzbərdən bilirdi. Neçə mətnləri əzbərdən əzbərləmişdi. Allah Subhanahu Teala ona elə bir zehin vermişdi ki, Allah qorusun həmin o uşağı, bütün müsəlmanlara əmin. Allahın kitabını su kimi əzbərləmişdi. Üzr istəyirəm sözümə görə. Ayıb olsun bizə. Vallahi. Gözləri olub Allahın kitabını oxumayana ayıb olsun. Gözləri olub Allahın kitabından təfəkkür etməyənə, tədbir etməyənə, əzbərləməyənə vallahi bu müsibət. Özümüzü hesaba çəkək, qardaş. Həmin o qardaşa, həmin o uşağa sual verdilər ki, bir dəqiqəlik gözün açılsaydı, neyniyərdi? Bilirsiniz nə dedi? Mən elə fikirləşirdim ki, deyəcək ki, ata-anamı görmək istəyərdim, dünya həyatına baxmaq istəyərdim, işığı görmək istəyərdim, ayı günəşi görmək istəyərdim. Bəlkə də siz də bunu belə fikirləşəcəksiniz. Bilirsiniz nə dedi o uşaq? Dedi, baxmaq istəyərdim ki, Quran hərfləri nə cür yazılıb. Allahu Akbar. Dedi, baxmaq istəyərdim ki, Allahın kitabı nə cür yazılıb. Sağdanmı, soldanmı, arxadanmı, aşağıdanmı, Allahu Akbar. Qardaş, Allahın kitabını su kimi əzbərləyib. Hətta bir verilişə çatmışlar o uşağı. Soruşurlar ki, Ənam surəsində 15-ci aya oxuyurdu. Yəni ondan sonra gələn aya oxuyurdu. Ondan qabaqdakı aya oxuyurdu. Düşünün ki, 15-ci ayanı deyir. Deyir ki, ondan sonra gələn 16-nı oxuyur. Deyir ki, 14-ü oxuyur, 14-ü oxuyur. Qabağa, arxaya, subhanallah, su kimi əzbərləmiş, adı kimi. Ayıb deyilmi Allah-u Akbar bizim üçün? Ayıb olmazmı ki, bu gözlərlə haramlar edirik ki, Allah-u Akbar. Bütün gün telefonlarda Allah korusun, Allah bizi ıslah eləsin, bağışlasın bütün müsəlmanları. Sonra da Allahın kitabına məşğul olmur. Bu ayıb deyilmi Allah-u Akbar? Vallahi ayıbdır. Bunu yaxşı-yaxşı fikirləşmək lazım. Sən elə düşünmə ki, bunları Allah sənə verib, bunları sənə Allah verib. Elə belə də gedəcəksən, Allah korusun. Allah bizə salamatlıq nəsib eləsin.